İsfəndiyar Əhədovun səhifəsindən Meydan hərəkatı vaxtı şair Xəlil Rza Ulutürkə deyirlər ki, çıxış edəndə çox özündən çıxıb sərhədləri keçirsən. Xəlil Rza da cavab verir ki, elə olanda astaca pencəyimdən dartın. Özüm işi başa düşüb sakitləşəcəyəm. Elə həmin günlərdə Xəlil Rza Ulutürk yenə sərt çıxışla yadda qalır. Görürlər ki, çox asıb kəsdi, pencəyindən dartmağa başlayırlar. Xəlil Rza isə deyir, məni susturmaq istəyirlər. Elə bu dəqiqədə də pencəyimdən dartıb, məni susturmaq istəyən alçaqlar var. Amma mən susmayacağam. Allah səni rəhmət eləsin. Xəlil Rza Ulutürk xalqını, millətini sevən, əsl vətənpərvər insan, sənətkar şair idi. Allah onu qəni-qəni rəhmət eləsin.